Qız qalası Qala qəsri. Əşdərək rayonu ərazisində Alagöz dağının cənubunda, Arxaşan çayının kənarında yerləşir. Qala qəsri 10 hektar ərazini əhatə edir. 2 hissədən ibarətdir. Bu qala qəsrin bəzi mənbələrdə Ambet məbədi kimi də qeyd olunur. Qalanın adı türkcədir. Ana qala, baş qala mənalarını ifadə edir. Abidənin memarlıq quruluşuna baxanda bu qala qəsrin Səlcuqlar tərəfindən tikildiyi ehtimalını yaradır. Abidənin adı və tarixi dəfələrlə saxtalaşdırılmışdı. Divar yazıları, qəbrüstü abidələri, qala daxilindəki tikintilər üzərindəki elementlər tamamilə məhv edilmişdi. Amma nə qədər dağıdılsa da, bu qala qəsrin özü kimi ətrafında yerləşən yaşayış məntəqələrinin də bu ərazilərin qədim türk Oğuz boylarının doğma yurdu olduğu faktını inkar edə bilməz. Bu əraziləri isə ilk ermənilər 16-18-ci yüzilliklərdə ticarət və mövsümi qara işlərlə məşğul olmaq üçün gəlmişlər.